sümüklərin sızıltısından əziyyət çəkənlər, sümük əriməsi, qıqırdaq yeyilməsi, oynaq travmaları, əgər səndə də varsa, ümlükdə diz ağrısı, bel ağrısı, onurğa problemləri, yırtıq, protruziya sizlərdə varsa, diqqətlə bizləri dinləyin. Gəlin araşdıraq, bu problemlər niyə yaranır və bu problemləri köklü şəkildə aradan qaldırmaq üçün nələrdən istifadə etməliyik? İnsanlar müraciət edir ki, sümük sızıltısından yata bilmirəm, boynum sanki quruyur, əllərim uyuşur. Baxın, bunların hamısının yaranma səbəbi kalsium çatışmamazlığıdır və bu ağrılar olan zaman ilk növbədə nə edirlər? Ağrı kəsici ilə ağrını dondururlar. Bəs ağrının yaranma səbəbi qallaq yerində müvəqqəti olaraq siz ağrıları keyləşdirirsiniz. Bunu köklü şəkildə aradan qaldırmaq üçün nə etmək lazımdır? Orqanizmin kalsium tələbatı, kalsiuma ehtiyacı var. Kalsium tələbatını ödəmək lazımdır. Baxın, bunun üçün mən sizlərə tam təbii iyonlaşmış kalsium istifadə etməyinizi tövsiyə edirəm. 98% soğurulması var, heç bir söküntü yaratmır, qıqırdaq yeyilməsi, yırtığı bərpa edəcək gözdə bir kalsiumdur. Və bununla yanaşı çalışın, istifadə edin, təmizləyici divet çayı. Nə üçün lazımdır? Orqanizm təmizlənsin, kirlənsilənmə aradan qalxsın, duzlaşma bədəndən xaric olsun ki, iyonlaşmış kalsium rahatlıqla yırtığı və qıqırdaq yeyilməsini bərpa eləsin, sümük sızıltısını aradan qaldırsın. Ətraflı məlumat istəyirsənsə, profildə əlaqə nömrəmiz var. Əlaqə saxla köməklik göstərək. Onu da qeyd edim ki, bu kalsium apteklərdə olmur.